Son zamanlar WhatsApp qruplarında valideynlər arasında şagirdlərin məktəblərdən qaçırılmasına dair iddialar yayılıb. Haqlı olaraq yayılan bu söhbətlər valideynləri narahat eləyib. Məsələ ilə bağlı rəsmi qurumdan açıqlama var. Belə ki, məktəblərdə uşaq oğurluğu ilə bağlı yayılan iddialara Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov açıqlama verib. O bildirir ki, uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir. Uşaq oğurluğu ilə bağlı polis orqanlarına hər hansısa məlumat daxil olmayıb. İddialar araşdırılıb. Qeyd olunan ünvanlar üzrə bu halın baş verməsi təsdiqini tapmayıb. Tövsiyə eləyirik ki, vətəndaşlar bu və ya digər əsası olmayan faktsız iddiaları paylaşmasınlar deyə din açıqlamasında qeyd edilib.